Can aldılar, can verdiler, torpaq uğrunda döyüşdülər. Şəhid oldular, qazi oldular. Vətən müharibəsinin növbəti günündə xoş gördük sizləri, əziz izləyicilərimiz. Bugün də studiyamızın qonaqları var və elə vaxt almadan qonaqlarımıza keçid eləmək istəyirəm. Vətən müharibəsi iştirakçısı, eyni zamanda qazimiz Bəhruz Yusifov, eyni zamanda şəhidimiz İsabala Hüseynovun atası, şəhid atası Ceyhun Hüseynov. Xoş gördük hər birinizi, xoş gəlmişsiniz. Qəzamız mübarək. Və təbii ki, ilk növbədə sözü şəhidimizin atasına vermək istəyirəm. Vətən müharibəsi və bu müharibənin həmin o periodu necə xatırlayırsınız? Oğlunuzla olan ilk yola salma mərasimi və sonraki mərhələlər? Deməli, tarix düzdür, yadımda deyil. Oğlum getdi, xidmət elədi. Oğlum birinci xidmət eləyirdi daxili qoşunda. Daxili qoşuna düşdü, xidmət elədi. Oradan da bir müddət keçəndən sonra oğlum dedi, ata dedi, mən Milli Ordunun döyüş bölgəsində xidmət eləmək istəyirəm. Sağ olsun dövlətimiz, hansı yolla nətər köməklik elədilər, uşağı perevod elədi, keçdi Gəncəyə. Öz xoşu ilə Azərbaycan ordusu ön xəttə getmək istədi. Neçə yaşı var idi? 18 yaşı var idi. Yəni sırf əskər kimi getmişdi. Bəli, əskər kimi xidmət edirdi. İndi qısa da onun səbəbini deyim. Səbəbi mən elə başa düşürəm ondandır ki, mən evladımın körpə vaxtından, uşaq vaxtından hər süfrə dalında oturanda, hər addımında, hər yollarınızda ancaq deyirdi, ata mənə müharibədən danış. Otururdum, danışırdım, mənim də getdiyim yolları, gördüyüm izləri ondan danışırdım. Elə həmin ondan yaranmışdı mənim oğlumda müharibə, belə müharibəyə, döyüşə həvəsliyi yaranmışdı. Siz onda özünüz də 1-ci Qarabağ müharibəsində vuruşmusunuz, mən belə başa düşürəm. Bəli, olmuşam. Tarix olmuşam, düz 4 il 8 ay. 4 il 8 ay. 4 il 8 ay. Bu məsələyə toxunacağıq və oğlunuzla bu barədə hər zaman təbliğ edirdiniz. Bəli, aləmdə oturanda, evdə süfrə dalında oturanda, neyməyəndə gəlirdi, yanımda otururdu. Ata deyirdi, müharibədən danış, müharibədən danış. Danışırdım, mən də gördüyümdən, yəni bildiyimdən, eşitdiyimdən, mən də gördüklərimi, yəni yaşadığım dövrdür. Otururdum, danışırdım. Uşaqda elə bir ki, həvəslənmişdi. Daxili qoşundan dedi ki, ata dedi, burada dedi, xidmət eləmək mənlik deyil. Mən dedi, döyüş bölgəsinə göndər. Dedi, yəni aləmin içində deyib ki, ata sən gördüyünü, eşitdiyi, bildiyini danışdığın ki, mən də istəyərəm ki, gələcəkdə evladıma mən də danışım. Onu həvəslə belə getdi, qəşəng də xidmət elədi. En sayılı hərbi hissədə xidmət elədi. Demək ki, xidmətinin də deyim də belə komandirindən tutmuş hamısı, narası, hamı deyirdi, siz deyirdi bu insanı elə bir ki, tam hərbiyə hazırlayıb göndərmişsiniz. Onu da yəqin bu danışığımdan, mən evladıma danışdığım, gördüyümü danışdığımdan ondan həvəs gəlmiş uşağa. Evladım da xidmət elə düz Laçına döyüşün ilk günündən döyüşdü. Düz Laçın dəhlizinə qədər. Noyabrın 4-nə kimi, 4-ü tarixə kimi döyüşdü. Noyabrın 3-ü idi. Mənə zəng elədi ki, ata, biz elə bir yerə girəcəyik, gedirik. Oradan dedi, ata, ola bilər mən qayıtmıyorum. Ola bilər yox. Dedi, ata, oradan mən qayıtmayasam. Deyəndə mən də bir valideyn kimi hirsləndim. Ay bala, sən nə danışırsan, oyamıyorum. Sonuncu danışığımız oldu. Dedi, ata, dedi, mən dedi, deyirəm, nəzərində saxla.
Anamla, qardaşımla özündən müğayyəti ol. Mən getdim. Sonunda danışığımız oldu, adı boy verdi, yüksək. Və artıq ayın 3-ü danışandan sonra sonuncu əlaqəniz oldu, telefon əlaqəniz Sonuncu oldu. əlaqəmiz oldu, əlaqə kəlir, yəni danışmadıq. Sonra mən yenə komandirə hər bir tərəfə əl atdım, evladımdan məlumat yox idi. Noyabr ayının 16-sında mənə zəng gəldi. İndi də onu uzatmıram. Noyabrın ayı 16-sına kimi necə yaşamışıq, necə olub, onu da demirəm. 16-sında bizə evimizə zəng gəldi ki, evladınız itkin düşüb. Elə bir ki, həyatda bu ikinci periyod elə bir ki, dəyişirildi mənim. Həyatım tam başqa cür oldu. Özüm özümə sığışdırmayan, bağışlamayadığım çox şeylər, yəni bugünkü günlərə kimi də var ki, dedim, bu necə itkin ola bilər? Bu da yəqin dövlətin öz seridir, öz yoludur, necə çatdırmağı. Düz dekabr ayının 4-ünə kimi mənim evladımdan xəbərim olmuyor. Ancaq axtarmışıq. Amma yəni düşüb axtarmışıq. Dekabr ayın 4-ündə Bir ayda, belə deyək, bir ay, bəli. Bir ay bəlkə də kim üçünsə belə qısa görsənə bilər, amma bu vəziyyətdə bir ay sanki insana məncə elə bir ildən çox. Bəli, bir il yox. 10 ilə bərabər. Ömür gedir, ömür gedir. Dekabrın 4-ündə mənə zəng elədilər ki, nazirlikdən dedilər, sizə gəlirlər. Mən dedim, yəqin hansısa bir məlumat Verməyə gəlirlər. Vermək üçün uşağı haqqında. Qəşəng oturdum, gözlədim. Səhər, dekabr ayının 4-ündə səhər tezdən gətirdilər oğlum. Şəhid olmuşdu. Mənim yəni üzüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çətin ümumiyyətlə şəhid valideynləri ilə biz nə vaxt reportaj edirik, çox çətin olur mənə, şəxsimə, yəni belə deyək, şəxs öz fikrimi deyirəm, çox çətin olur, komandamıza da çətin olur. İnanın ki, biz bu verilişi hazırlayanda indi bir çox buraxılışlarda şəhid valideynlərini də dəvət edirik, döyüşçülərimizlə bərabər. Komanda həm çəkmək istəyir, işləmək istəyir, həm də çəkmək istəmirik, əlimiz soyur. Bu məqamlara toxunduqca valideynlərin belə çətin durumunu da, yüngül desək, çətin durumunu görəndə insan həmən mövzulara toxunmaq istəmirsən. Amma bu bizim borcumuzdur. Şəhidlərimizin o uca zirvəyə necə yüksəlməsini, keçdikləri döyüş yolu, həmin o göstərdikləri rəşadəti biz indiki nəsillərə də, gələcək nəsillərə də çatdırmalıyıq, aşılamalıyıq. Belə bir deyim var, deyir, sülh istəyirsənsə müharibəyə hazır ol. Biz daim hazırki vəziyyətdə də biz tarix boyu görmüşük ki, bir balaca zəif düşdünsə, digərlərinin təzyiqlərinə, işğallarına məruz qalmışıq. Ona görə biz bu günləri unutmamalıyıq ki, gələcəkdə də azad, müstəqil bir dövlət kimi qalaq, bir azad xalq kimi qalaq, özümüzü təşkil edə bilən bir xalq kimi qalaq. Çətindir. Qaydacağıq mövzumuza, siz də bir qədər nəfəsinizi dərin. Bəhruz bəy, xoş gördük bir daha. Çox sağ olun, xoş görək. Sizin üçün necə başladı müharibə? Siz də təsirlənmişsiniz şəhidimizin atasından. Əlbəttə. Yəni, bir söhbət ki, yanında şəhid atası varsa, kimdən asılı olmayaraq təsirlənməlidir. Mümkün deyil ki, biganə Kimdən qalsın. asılı olmayaraq təsirlənməlidir. O da ki, mənim kimi, yəni, hər bir forma geymiş adam, yəni, oğulların içində olan bir insan üçün vapşım ağırdır. Çox ağırdır. Allah rəhmət etsin. Mən, deməli, müharibə başladı 27-si. 27-sindən 29-una qədər Abşeron rayonunda hərbi çağırış məntəqəsinin qabağında dayandım ki, mən aparın, könüllü. Və könüllü getdim döyüşməyə. Neçə yaşınız var idi onda? 33. 33 yaşında. Bəli, Ehtiyatlı olan hərbiçi də deyildiniz. Həbsdə deyildim.
12 il əvvəl də əsgərimi qurtarmışdım. Hərbi xidmət keçmişdiniz. Bəli, Və bəli. bununla belə könüllü getdiniz. Bəli, Ailəli idiniz yəqin ki. bəli. Buyurun, davam edin. Getdim könüllü döyüşməyə. Bəli. Yəni yaralandım da, təzədən yenə də döyüşə qayıtdım da. Yəni hər bir çətinlikləri gördük orada. Bəli. Və təbii ki, belə bir şey deyim sizə. Biz onlar eləməsəydik, bunların növbəti bir 20-30 illər qalacaqdı. Yəni övladlarımıza qalacaqdı. Növbəti nəsillərə qalacaq. Bəli, bəli. Biz bunu bir dəfə həll eləməliydik. Və şükürlər olsun ki, elədik. Ayın neçəsi daxil oldunuz döyüşlərə? Döyüşlərə 29-u getdim. Ayın birindən döyüşlərə girdim. Oktyabrın 1-dən artıq. Bəli, bəli. Oktyabrın 1-dən döyüşlərə girdim. Noyabrın 8-i müharibə qutardı. Biz hələ yuxarıda postdaydıq. Və postdan düşdük, getdik, Hadrutun mühafizəsinə məşğul olduq. Düz bir ay, dekabrın 8-i mən təxris oldum. Dekabrın 8-nə qədər Bəli, bəli. orada qaldınız. Hansı istiqamətlərdə döyüşlərdə olmusunuz və yaralandığınız Bəli, bəli. həmin o anı Füzuli, istəyərək danışasınız? Cəbrayıl, Qubadlı istiqamətlərində döyüşmüşəm. Yaralandığım istiqamət isə Cəbrayıl olub. Cəbrayılda artıq yaralandınız. Bəli, Qəlpə Cəbrayılda yarası almısınız. qəlpə yarası da var, kəlləbeyin travması da var, ayağımda zədə də var. Zədə də var ayağınızda. Bəli, bəli. Ayın neçəsi yaralandınız orada? Oktyabrın 17-si. Oktyabrın 17-si artıq Bəli. siz yaralandınız Yaralandım. və təxliyə edildiniz. Təxliyə olundum. Təzədən yenidən 4 gündən sonra yenə qayıtdım müharibəyə. Yaralı olduğunuz halda yenidən müharibəyə bəli. qayıtdınız. Qəlpələri çıxarmışdılar. Xeyr, çıxmayıb, hələ çıxmayıb. Qəlpələr bədəninizdə qala-qala. Bəli, bəli. Bəs o ağrılara necə dözürdünüz? Çünki belə deyim, burada bir tərəfdə mənim ağrılarım var, o bir tərəfdə isə anlarımızın, bacılarımızın göz yaşları var. Yəni orada dayanılmazdım mən. Bakıdan polkovnik gəlmişdi yoxlanışa. Əsgərlərə göndərmək istəyirdi. Kim, yəni Vəziyyəti ağır oldu. vəziyyət ağırdısa göndərmək istəyirdi məzuniyyətə. Növbə gəldi, bizim otağa çatdı. Mən də durdum ayağa. Təbii ki, vəziyyətim elə qənaətbəxş deyildi. Mən dedi ki, əsgər, səni göndərmək istəyirik məzuniyyətə. Dedim, cənab polkovnik, eləməyin belə bir şey. Çünki mən könüllü gəlmişəm döyüşməyə. Mən səfərbərliklə gəlməmişəm. Yəni, adım düz səfərbərliyi mən pis mənada demirəm. Bəli. Yəni zaten bura gəlmişəm vuruşmağa. Bəli, zaten mən vuruşmağa gəlmişəm. Əgər ölüm varsa öləcəyik. Ondan da belə əlini qoydu sinimə, deyir ki, halalda sıçar. Və göndərdi, irəli getdim. Yenidən döyüşlərə qayıtdınız. Həmin polkovnikin Bəli, belə deyək, köməkliyi ilə Bəli, bəli. döyüş yoldaşlarınızın yanına qayıtdınız. Bəli. Yenidən qayıtdım döyüşə. Qubadlıda döyüşə girdim yenə. Motatıcı bölmələrdə idiniz, yoxsa artilleriya və Yox. yaxud Piyada kəşfiyyat ustayım. piyada kəşfiyyatdaydınız? Bəli. Kəşfiyyat biz bilirik ki, hər zaman Öndə olur. birinci öndə gedən bölmələrdir. Bəli. Döyüşlərdə ən yadınızda qalan, ən çox heç vaxt unuda bilmədiyiniz an hansı olub? Yəni biz necədir? Orada olan hadisələrin heç birisi unudulmur. Prosto belə bir şey deyim də, əsas olaraq hər bir şeydə açıq danışma olunur. Yəni orada gördüklərini, Elə səhnələr var ki, ümumiyyətlə yadınıza Bəli. salmaq istəmirsiniz. bəli. Bax, belə bir şey deyim mən sizə. Deməli, Qubadlıda dağın başındayıq. Daha doğrusu Qubadlıda yox, Cəbrayılda dağın başındayıq. Ermənilərin tələ qurduğu bir yer var. Tələ qurublar, ermənilər. Necə tələ qurublar? Deməli, 2 dənə daşdır. Daşın arasında mağazinlər qoyurlar alta. Yox, daha doğrusu mağazinlər qoyurlar üstə. Altından da qumbaraların
Pimini çəkiblər. Pimini çəkiblər, hazır vəziyyətdə Bağlayıblar. qoyublar, sıxılı vəziyyətdə qoyublar ora. Kimsə gəlib bu daşları çəksə, 3 saniyə vaxt var da, 3 saniyə nə edə biləcək? Bəli. Orada mən dayandım orada ki, əsgərlərin heç bir son götürməsin. Bir əsgərlərə buraxdım. Yaxınlaşan əsgər bilmirlər də, yəni bilmirlər də nə mənada. Gənc əsgərlər var. Gənc bir əsgərlər var, 18 yaşında əsgər var. Yəni görün mağazini əl atmaq istəyir, deyirəm ki, eləməyin. Bu tələdir. Hazır tələdir də. Belə bir şeylər var idi. Çətin idi həmən istiqamətlərdə irəliləmək sözün əsl mənasında bir əzmkarlıq tələb edirdi Allah insan. sağlar, bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhidlərimiz baş tacımızdır. Yəni mən bunu həmişə demişəm, hər yerdə demişəm. Bəli. Yəni belə deyim də, şəhidsiz müharibə də olmur. Şəhid olmaq da hər adama qismət olmur. Bax, şəxsən, elə bir mən özümdən danışıram. Çox can atdım hər şeyə də, yəni şəhid ola da bilərdim, amma olmadım. Nəsibinizdə yox imiş. Nəsibimdə yoxdur, bəli. Qismətimdə yoxdur. Allah qazilərimizə də can sağlığı versin. Amin. Çünki elə hər efirimizdə bunu vurğulayıram və heç vaxt da yorulmuram bunu deməkdən. Qazilərimiz özü də elə canlı şəhidlərdir. Elə şəhidlərimizin Bəli. şahidləridir. Elə şəhidimiz demişkən mən yenidən qayıtmaq istəyirəm Ceyhun bəyə. Ceyhun bəy, siz bayaq vurğuladınız ki, 1-ci Qarabağ müharibəsində görmüsünüz. 1-ci Qarabağ Bəli, müharibəsində də olmusunuz. İndi düzdür, tarixlər dəqiq yadımda qalmayıb. Mənim özüm gənc idim, 17 yaşım var idi. İndi evdə biraz valideynlərimdən küsmüşdüm, bilmirəm nə idi. Özüm də mən o, yəni 90-cı illərin bilmirəm hansı illi idi, hansı bilirəm, yadımda qalmır. Evdən küsüb mən də getmişəm o vaxt. Düz 99-a 99-cu ilə qədər. yoxsa 98. Vallahi Bir neçə il siz cəbhədə olmusunuz. Bəli, bəli. Kəlbəzərdə olmuşam. Bir də yəni sonuncu döyüşümüz olub Suqovuşanda. Suqovuşanda. O ermənilərin Madagiz dediyi ərazidə. Bəli, Suqovuşanda olub. Orada Çaylı kəndi var idi, Həsənqaya kəndi. İndi tam adları yadımda qalmır. Yəni sonuncu döyüşlərimiz orada olub, dayanıb mən oradan perevod olub gəlmişəm. Siz elə orada yaralanmısınız, yəni əlilliyinizi orada qazanmısınız müharibədə. Bəli, orada mən gənc idim, çox gənc idim. Bu əskərlərə gətirmişdi, Azuqə, Rabitə, radiostansiya. Rabitənin batareykalarını gətirmişdik. Bir də yemək gətirdik. Mən gənc olduğuma görə, körpə olduğuma görə mən döyüşə gelmirdim. Döyüşdən bir qədər ehtiyat rezervdəydiniz. Aysa təminatdaydım arxada. Yemək gətirirdik, nə bilim, belə də kömək edirdik. Əlinizdən gəldiyi qədər iştirak eləməyə çalışırdınız. Eləyirdik. Orada Laz avtobus var idi. Onunla gətirdik yeməyi düşürdük. Mənə orada verdilər ki, radiostansiyaların batareykalar verdilər. Dedilər, apar, falan yerə təhvil ver, gəl. Götürdüm, mən getdim, aradasa bir kilometrə yaxın uzaqlığa. Yox, o qədər bir kilometr yox idi. 800 metr idi. Aralaşmışdım maşınla. Gənc uşağım, 17 yaşında uşaq. O götürüb əlində, onlar da ağır idi, çox ağır idi. Sonra bir nəfər də gəldi mənə, o köhnə əskərlərdən. Gəldi mənə kömək elədi. Biraz getmişdik. Bir də çöndük arxaya ki, uşaqlar orada köhnə Laz avtobus var idi, onunla gətirmişdik yeməyi. Çöndük arxaya ki, vurdular, uşaqlar orada yemək yiyəndə, nə bilim, nə yiyəndə. Avtobusu vurdular. Bəli, avtobusu vurdular. Orada mənim böyrümdəki
Xaçmazdan idi oğlan. Xəyyam idi adı. O da qaçdı, güya qaçıb getmək istəyirdi köməyə. Onu da vurdular. Amma o şeylə, qoşa lüləklə vururdular. Bilmirəm nə idi orada, elə bir ki, ov tüfəngi ilə vurmuşdular. Sağ qaldı yoxsa? Bəli, o bugünkü gündə sağ ol. Siz orada yaralanmısınız o zaman? Bəli. Biz elə aralaşmışdıq. Mərmi Orada düşüb yanınıza? Yox, qrantamyotla vurdular. Qumbaratan Böyrümüzə. düşüb? Ha, düşdülər. Orada partladı. İndi hərəmiz bir tərəfə düşdük. Biri, nə bilim, orada düzdür, qrantamyot olaq belə pərsə eləməmişdi. Hərə bir tərəfə düşmüşdü. Mən orada düzdür, o qədər qorxmuşdum. Mən nə canımda ağrı hiss eləyirdim, nə heç nə. Mən qorxudan ancaq bükülüb qalmışdım yerimdə. Sonra gəldilər, məni qaldırdılar, apardılar. Gəncədə yatdım hospitalda. Hardasa bir aya yaxın yatdım. Sonra bir aydan sonra mənə apardılar. Həkimə mən qorxmuşdum, çox qorxmuşdum. Yəni körpə yaşım az olduğuna görə bilmirdim. Yəni bilmirdim ki, bu nə iş idi, nədir. Yəni Hələ anlamamışdınız, anlaqsız vəziyyətdəydiniz. Anlamırdım. Oradan sonra oradan valideynlərim gəldi, məni gətirdilər, burada balnisada yatışdırdılar. Şeydə, Bərpa İnstitutunda. Bərpa İnstitutunda. Bərpa İnstitutunda. Birinci Qarabağ müharibəsində olmusunuz. Oğlunuz da elə ikinci Qarabağ müharibəsində şəhid olub. Bir keçmiş müharibə iştirakçısı kimi birinci Qarabağ müharibəsi ilə ikinci Qarabağ müharibəsi arasında hansı fərqləri gördünüz bu 44 gündə? Mən ikinci Qarabağ müharibəsini eşitdim. Mən onu gözümlə görməmişəm. Onu tam, yəni eşitdiyimə çox fərqi var. Birinci Qarabağ müharibəsində elə bir ki, ətrafımızda düşmənimiz həm çox idi. Həm düşmənimiz çox idi. Bizim silahımız yox idi. Yəni sürsatdan, döyüş... Ehtiyat, sürsat... Bəli, onlardan çox əziyyət çəkirdilər. Onlara mən xidmət edeyim, mən aparırdım, mən apardığımı da görürdüm. Silah yox idi, yəni çox fərqli idi, çox fərqli idi. Onda uşaqlar yəni çox əziyyət çəkirdi. Amma indikində sağ olsunlar, qəhrəman qardaşlarımız hər şeyi bərpa oldu. Sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin, veteranlarımıza can sağlığı arzulayırıq. Bəhruz bəyə qayıtmaq istəyirəm. Qələbə xəbərini harda aldınız və xatırlayırsınız həmən günü? Qələbə xəbərini mən Qubadadaydım, dağın başındaydım. Ermənilərlə 30 metr məsafədə dayanmışdıq. 30 metr? 30 metr. Elə bir ki, dağın düz təpəsində yox, təpədən 4-5 metr, biz aşağı, 4-5 metr onlar aşağı. Yəni tam təpə neytralı kimi idi. Yəni təpəni keçən kimi düşmən idi. Bəli, bəli. Onlar da bilirdilər. Bəli, yəni dayandığımız yerlər, onlara da məlum idi, bizə də məlum idi ki, onlar dayandığı yer haradaydı. Və bir dənə həmlə artıq real döyüş başlayacaqdı yaxın məsafədə. Əgər, belə deyim, əgər 8-in müharibə bitmə əmri olmasaydı, müharibə dayanmasaydı, 9-u çox güman ki, mən də şəhid olacaqdım. Çünki dağın ətəyində ermənilər ordu yığıb gözləyirdilər. Çox güman ki, yəni səhər gözləyirdilər ki, hücuma keçsinlər. Səhər artıq sizin olduğunuz mövqeyə hücum gözlənilirdi. Planlaşdırılır. Və elə qələbənin xəbərini də Qubadlıda aldınız. Bəli, dağın başında. Və indi məsələ ondadır ki, deməli 30 metr məsafə var düşmənlə və düşmənə də yəqin ki, artıq məlumat verilib ki, əməliyyatlar dayandırılıb. Onların reaksiyalarını eşidirdiniz. Yəni onlar... Bizim reaksiyamız bəllidir, sevinç, qələbə hissi. Onlar bizdən çox semirdilər. Niyə görə semirdilər? Belə demə pis olsun.
qorxurdular. Çünki Bilirlər ki, məhv eləyəcəyik. Bəli, bəli. Bəli. Bax, belə bir şey deyim sizə. Bizi buraxsaydılar, Azərbaycan ordusu bugünkü Yerevanda oturmuşdu. Yerevanda götürmüşdü. Yəni, müharibə dayandı. Düzdür, bizim üçün yaxşı oldu. Yəni, bizim üçün yaxşı oldu, nə mənada yaxşı oldu. Yəni, Qələbə qazandı, qələbə 3 qazandı. rayonu Bəli. tamamilə heç bir döyüşsüz müqavilə ilə əldə elədik, geri qaytardıq, işğaldan azad elədik. Eyni zamanda artıq əməliyyatlar dayandırıldıqdan sonra həmin o 3 rayon istiqamətində əgər döyüşlər geçsəydi, daha çox itki verəcəkdik, daha çox şəhid verəcəkdik, yaralılarımız çox olacaqdı. Amma ermənilər də bizdən çox, ona görə çox sevirdilər ki, onlar. Çünki onların döyüşmə ordusu qalmamış demək olar. Qüvvəsi yox idi. Ancaq kimləri gəlmişdi? Qoca kişilər idi. 50 yaşında, 60 yaşında. Bax, təsəvvür edin ki, bizim orduda bir dənə Ferrari olmadı. Bəli. Hamı vətəni sevdiyi kimi, yəni gedirdi irəli. Bəli. Baxmırdı, fikirləşmirdi ki, nə olacaq, nə olmayacaq. Amma onlarda 10 minə yaxın Bəli, Ferrari, onlarda bu çox Ferrari zarafat oldu. deyil. 10 min Ferrari 10 min bilirsiniz Ferrari nədir? həddən çox şey deməkdir. Heç Yəni ki, Rusiya-Ukrayna müharibəsinin ilk ayında tərəflər arasında bu qədər Ferrari olmayıb. Mən xatırlayıram, məsələn 2022-ci ilin fevralın 24-də başlayan müharibədə martın sonlarına yaxın artıq bu barədə məlumatlar yayılırdı kütləvi informasiya vasitələrində ki, Rusiya tərəfində xidmətdən yayınanlar var, getmək istəməyənlər var və s. Amma yenə də rəqəmlər o deyildi. Amma 44 günə təsəvvür edin 10 mindən çox Ferrari var idi qarşı tərəfdə. Bizdə bir dənə də Ferrari olmadı. Əksinə bizdə 10 minlərlə insan hərbi komissarlıqların önünə gəlirdi, könüllü getmək üçün. Təsəvvür edin ki, İnsanlar bir-biri ilə didişirdi. Mən bunun canlı şahid mən olmuşam ki, voyinkomat- öndə getmək üçün, birinci yazılmaq üçün. Mən təsəvvür edin ki, voyinkomatda adım Bəli. qeyd olunubdur, mənim bilirəm ki, gedirəm. Camal biz necə mənə həsrətən baxırız ki, biz Niyə də biz getmək gedəmədik? istəyirik. Biz niyə getmədik? Bəli. Biz niyə aparmırlar? O dərəcədə böyük bir Təsəvvür edin ki, istək mənim var idi. 3 dənə qohumum məndən başqa getmək istəyirdi. Prosto aparmadılar. Hissəli şəkildə Yox, yəni götürülürdü. ümumiyyətlə aparmadılar ki, Aparmadılar. yəni siyahı həddən çoxdur. Yəni çox müraciət var. Bəli. Təşəkkür eləyirəm gəldiyiniz üçün, minnətdaram. Çox sağ olun. Və qələbə gününə az qalıb, yaxınlaşırıq zəfər gününə. Və hər il biz həmin günləri sanki yenidən yaşayırıq, bir lent kimi yenidən gəlib keçir həyatımızdan və hər payız bizə məsələ müharibəni xatırladır. Həqiqətən də qələbə bizə çox yaraşır və düşünürəm ki, bundan sonraki müddətdə də Azərbaycan oğullarının göstərdiyi bu qəhrəmanlıq, bu şücaətdən hələ çox danışılacaq. Minnətdaram gəldiyiniz üçün. Belə, əziz izləyicilərimiz, torpaq elə-belə durduq yerə geri qaytarılmır. Torpağı azad eləmək istəyirsənsə, canını ortaya qoymalısan, qanını ortaya qoymalısan, döyüşməlisən, vuruşmalısan, ölməlisən, öldürməlisən, şəhid olmalısan və torpağı azad eləməlisən. Bugün Qarabağın hər daşında, hər torpağında şəhid qanı var, qazi qanı var. Bəziləri öz bədəninin bir hissəsini həmin ərazilərdə itirib və canımız cana qarışıb, canımız torpağa qarışıb və həmin torpaqlarda bugün oyanış var. Gəlin xalqımızın, millətimizin və mərd oğullarımızın hər zaman qədrini bilək, onları heç vaxt unutmayaq. Növbəti gündə görüşənə qədər.